Salam. Bugün istəyirəm ki, mən sizə 11-ci sinif üçün sınaq imtahanından bəzi testlərin sizə qısa bir izahını verim ki, hər kəs üçün aydın olsun. Əgər hazırsınızsa başlayaq. İlk öncə baxırıq 7-ci sualımıza. Deyir ki, choose the line of compound nouns. Mürəkkəb isimlərin cərgəsini seç. Bilirsiniz də yəqin ki, isimlər quruluşuna görə üç yerə bölünür. Simple, sadə, derivative, düzəltmə, compound, mürəkkəb. Bizdən isə burada compound istəyir. Compound iki və ya daha artıq sözün birləşməsindən yaranır, bitişik, ayrı və defislə yazılır. İndi baxaq görək hansı variantda bizdə mürəkkəb isimlər var. Baxırıq A variantına. A variantında earthquake sözü zəlzələ mürəkkəb isimdir. Blueprint mürəkkəb isimdir. Amma management sözü, manage sözü köküdür. Ment isə ondan düzələn şəkilçidir. Yəni şəkilçi artıraraq söz düzəltmişik. Management sözünə görə A variantı yanlış cavabdır. B-də, yəni A-nı burada çıxırıq. B-də timetable, cədvəl, firefighter, yanğın söndürən, gross isə görürsünüz, TH şəkilsi vasitəsilə düzəlir. Deməli, bu da düzəltmə isimdir. B variantında çıxırıq. C variantında actor sözü, friendship sözü və happiness sözü hər üçü də düzəltmə isim sayılır. Ona görə də C-ni də çıxırıq. D variantında adventure və bravery sözləri düzəltmə isim sayılır. Ona görə D variantında çıxırıq. Amma E variantında toothbrush, keyboard və skyscraper. Toothbrush diş fırçası, keyboard klaviatura, skyscraper isə göydələn deməkdir. Yəni hündür uca binalardan nəzərdə tutulur. Ona görə də düzgün cavabımız olur E variantı. Daha sonra baxırıq 9-cu sualımıza. Deyir, choose the line of uncountable nouns. Bilirsiniz də yəqin isimlər sayılan sayılmayan olaraq iki yerə bölünür. Sayılan isimlərin qarşısında artikel işlənir, cəmlənir, xəbəri cəmdə olur, amma sayılmayan isimlər artikelsiz işlənir, təkdə olur, xəbərdə təkdə olur. Baxaq görək hansı isimlərimiz sayılır. İlk öncə hər variantda belə bir şey deyim ki, sizə qısa rahat test işləməyin yolu hər variantda uyğun olmayan cavabı çıxmaqdır. Məsələn, A variantında breathe sözünü çıxırıq, sayılan isimdir. B variantında armchair sözünü çıxırıq, sayılan isimdir. D variantında məsələn newspaper sözü, qəzet sayılır. D variantını çıxırıq. E variantında isə table sözü sayılan isimdir. Ona görə E variantında çıxırıq. Cavabımız qalır C variantı. Luggage, yük, furniture, mebel, oksigen də bilirsiniz ki, oksigen. Yəni bunların hər üçü də sayılmayan isimlər kateqoriyasına daxil olduğu üçün bu variantı biz sayılmayan isim kimi götürürük. Baxırıq 10-cu sualımıza. 10-cu sualda deyir ki, yiyəli halı seç. Düzgün yiyəli halı seç. Yiyəli hal tək isimlərdə apostrof S, cəm isimlərdə S apostrofu ilə düzəlir. Canlı isimlərdə. Cansızlarda isə isim üstə gələk, of üstə gələk isim qaydasında olur. İndi baxaq görək hansı cavabımızda bizə dolğun variant olur. Məsələn, birincidə baxsaq, bir də onu deyim ki, sizə apostrof S-in yiyəli olması üçün ondan sonra mütləq şəkildə isim gəlməlidir. Yəni xəbər gəlsə, qot gəlsə, həz gəlsə, o artıq apostrof S ya izinesi sayılır, ya da həzinesi. Yəni o yiyəlik deyil. Yiyəlik olması üçün apostrof S-dən sonra mütləq şəkildə isim gəlməlidir. Baxırıq, deyir ki, the managers reviewed the project details. Burada baxın, bu həzinesidir. Has reviewed. Ona görə də bir yanlışdır. İki də the baby crying kept us awake all night. Burada crying söz birləşmə şəklindədir. Uşağın ağlaması deyir, bizi bütün gecə oyaq saxladı. Yəni bu davam edici zaman deyil. Yəni uşaq ağlayır demək deyil. Uşağın ağlaması deyir. Ona görə iki düzgün cavab olacaq. 3-də technology advances rapidly in today's world. Today's, tomorrow's, yesterday's bu şəkildə olanda bunlar düz götürülür. Yəni bu da yiyəlik hal sayılır. 3-ü də götürürük. 4-də isə the children is playing olacaq. Yəni uşaq onun sevimli oyuncağı ilə oynayır. Buradakı da izin esi olduğu üçün yiyəlik sayılmır. Ona görə 4-ü də çıxırıq. 2-3 cavabımız olur A variantı. Daha sonra 11-ci çalışmamız kəmiyyət sözlərinə aid çalışmadır. Baxırıq, bilirsiniz ki, advice sayılmayan isimdir. Biz də demişik ki, sayılmayan ismin qarşısında little, a little, much, a lot of, some işlədilə bilər. Baxırıq cavablara. Məsələn, 3 ilə 5 yanlışdır. Niyə? Çünki advice sayılmayan isimdirsə, mən onun qarşısında necə few işlədə bilərəm və yaxud da advice sayılmır, necə cəmlənə bilər və qarşısında da a few işlədilə bilər. Bu da yanlışdır. 2-ni saxlayırıq, 2 düzdür, 4 də düzdür. İndi baxırıq birinci sualımıza. Birinci sualımızda bu several sözü advice sözünə yox, pieces sözünə aiddir. Several da cəm isimlərdən əvvəl işləndiyi üçün bu olacaq doğru cavab. Yəni several pieces of advice. 1, 2 və 4 o da olur B variantı. Daha sonra
Baxırıq 14-cü sualımıza. Bu artikla aid testdir. Bilirsiniz ki, əgər demişik ki, dağ adları əgər silsilə şəklində işlədilirsə, o zaman Z artiklı işlədilir. Yox, tək-tək dağ adlarını verirsə, o zaman biz Z artiklından istifadə etmirik. Burada da Alp dağlarından söhbət getdiyi üçün birinci tərəfimizdə olmalıdır Z artiklı. İndi variantlarla işləməyi bacaraq. Ona görə variantlardan birinci tərəfi Z olmayanları çıxırıq. A ilə D gedir. İkinci tərəfə baxaq. Görürsünüz, one of the most popular. Mostdan sonra sifət gəldiyi üçün biz orada deməli düşünməliyik ki, bu most sifətin üstünlük dərəcəsini bildirir. Və biz də bilirik ki, sifətin üstünlük dərəcəsi olanda Z artiklı işlədilməlidir. Deməli bizə ikinci tərəfə də D artiklı lazımdır. İkinci tərəfimizdə boşluq olanları çıxırıq. Qaldı bir dənə E variantı. İndi yenə də baxaq. Most popular destination for winter sports in Europe. Europe-da qitə adı olduğu üçün, qitə adlarının da qarşısında artikl işlənmədiyi üçün buranı da boş saxlayırıq. Bu da oldu artikla aid testimiz. Daha sonra baxırıq. 16-cı testimizə baxaq. Deyir ki, my friend and I prepared the entire presentation by. Söhbət burada 2 nəfərdən gedir. Yəni, mənim dostum və mən. Təkcə mənim dostum desəydi, ya himself, ya herself qoyardıq. Ya və yaxud da təkcə mən desəydi, yəni ya yox, elə myself qoyardıq. Bu sualımız refleksiv pronouna aiddir, yəni qayıdış əvəzliyinə. 2 nəfərdir və mənim dostum və mən varsa orada, deməli söhbət bizdən gedir. Bizdən də getdiyi üçün nə yourself, nə myself, nə himself, nə də themselves olacaq. Cavabımız olur ourselves. Yəni deyir ki, mən və mənim dostum bizim öz prezentasiyamızı özümüz hazırladıq. Söhbət bizdən getdiyi üçün burada oldu ourselves. Baxırıq 18-ə. Deyir ki, the scientist ... research has changed the field of medicine speaking at the conference. Bu çalışma uşaqlar relativ pronouna aiddir, yəni nisbə əvəzliyə. İlk öncə sizə deyim ki, what nisbə əvəzliyi sayılmır, what'u çıxırıq. What sual əvəzliyidir, amma nisbə əvəzlik deyil. Və baxırıq, nöqtədən əvvəldə isim gəlir, nöqtədən sonra da isim gəlir. Nöqtədən əvvəl isim, sonra isim gəlirsə, deməli bizə bura nə lazımdır? Yiyəliyi bildirən nisbə əvəzlik lazımdır. Baxın, who'da belədir ki, who'dan əvvəl isim gəlməlidir, sonra xəbər gəlməlidir. Amma burada research isimdir, təqdimat deyir. B gedir. C-də whom'da isim gəlməlidir, whom'dan əvvəl. Sonra isə şəxs əvəzliyi gəlməlidir. C də gedir. Zət əgər variant olmasaydı, zəti əvəzləyə bilərdik, elə götürə bilərdik. Amma bizim cavabımız var burada. Ona görə də biz burada who'u götürəcəyik. Scientist whose research olacaq. Cavabımız olur D variantı. Daha sonra baxırıq bura 20-ci suala. 20-ci sualımız it is və ya its qaydasıdır. İlk öncə sizə onu deyim ki, bu apostrof ilə olan it is deməkdir. It is, yəni nöqtədən sonra article var, deməli bizə ora lazımdır it is. Çünki it isdən sonra article işlədilir. Its olan uşaqlar yiyəlik bildirir, yiyəlik. Amma bizdə burada article var. Yiyəlikdən də sonra biz deyirik ki, isim gəlməlidir. Ona görə B, C və E variantlarını çıxırıq. Qaldı A və D variantları. A'da olacaq. It is an innovative approach. İkinci tərəfinə isə baxsaq nöqtədən sonra görürsünüz isim gəlir. Itdən sonra xəbər gəlməlidir. It olmaz. Ona görə cavabımız olacaq. It is və its. Cavabımız olur A variantı.